verilişə Kubsat kateqoriyasına kosmos komandası olaraq qatılmışıq. Komandamız 2 şagird və 1 mentordan ibarətdir. Şagirdlərdən biri mən Elif Ələkbərli. Bir isə mən Nihat Əməzdir. Bu isə Kubsat modelini yerləşdirəcəyimiz bir model hazırlamışıq. Qanadlarla təchiz olunmuş gövdə, bir də əsas hissə var. Əsas hissə isə biz Kubsat modelini yerləşdirəcəyik. Biz isə indi Kubsat modelinin uzunluğunu ölçülərini göstərəcəyik. Hündürlüyü 10, uzunluğu 10, eni isə 10'dur. Bizə indi Kubsat modeli olaraq bir necə deyim, maraqlı bir şey göstərəcəyik. Günəş paneli işıq tutarkən işıq yanmasını göstərəcəyik. Baxın, gördüyünüz kimi işıq yanır. İndi isə Kubsat modelini Arduino'dan yazdığımız kodu sizə göstərəcəyik ki, temperatur və nəmliyi göstərəcək. Baxın.